الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين. أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz, əziz, dəyərli müminələri, inanclı bacı qardaşlarımı mübarək cümə günündə ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala cüməmizi mübarək, aqibətimizi xeyirli qərar versin. Dünyadan köçənlərimizin bu mübarək gündə ruhu şad olsun. Həzrət Vəli Əsr sahibə zaman əleyhissalatu vəssalamın zuhuru təzil olsun. Muhammed və Ali Muhammedə salavat yad edin. Bizim bəhsimiz Allahın zikri haqqında idi. Allahı yad eləmək, istər qəlbdə, istər dildə. Bu bəhsdə bir neçə məsələni xidmətinizə çatdırmışdıq və bu cümə bəhsimizi davam edək. Söhbətimiz zikirdə idi, Allahı yad eləmək. Bəzən dil zikri var idi, qeyd elədik ki, dil zikri lazımdır, ta səni qəlb zikrinə çatdırsın. Dil zikri bir nərdivandır. Sən o zikri deməklə qəlb zikrinə çatırsan. Zikir təzkirə, yəni yad eləmək, Allahı yada salmaq. Buna deyirlər zikir. Bəzən insan zikr oxuyur, o hədislərdə qeyd olunan zikirləri oxuyur, amma mənəvən günahın qarşısında üzbəüz olanda Allahı yad eləmək istəmir və yaxud Allah yadından çıxır. Dedik ki, zikir dil və əməllə birlikdə olmalıdır. Və bura yetişdik ki, zikrin növləri, zikir neçə növdür? Zikrin əsərləri, yəni bir zikrin növü var, bir də zikrin əsəri var. Biz zikrin növlərini və əsərlərini bilmək üçün gərək hədislərə müraciət eləyək. Mən tövsiyə eləyərdim ki, Nəhcül Bəlağə kitabında bu mövzuda müəyyən sözləri var Əmir əl-Mömininin. Ora nəzər salasız həm zikrin növləri, həm zikrin əsərləri. Bu bəhsimizdə hədislərin yığcamında zikrin bir neçə növünü istəyirəm xidmətinizə çatdırım. Hədisləri nəzər salanda görürük ki, zikir neçə növdür. Birinci növ zikir elə əvvəl Bismillah dil zikridir. Deyirlər, zikrul lisan, əlhamdu və thana. Hədisdə var ki, dilin zikri həmd və sənadır. Dillə nə cür zikr edirsən? Həmd və səna. Məsələn, biz namazdan sonra Həzrəti Zəhra zikri deyirik. Buna deyirlər, zikri kəsir. Ən effektiv zikir Həzrəti Zəhra zikridir. Onun haqqında sonra inşallah danışacağım. Bax, La ilahə illallah, Subhanallah, Elhamdülillah, Həsbiyallah, Maşaallah. Bunlar hamısı zikirdir. Hər bir zikrin də özünə məxsus bir təsiri var. Özünə məxsus təsiri var. Zikirlər bəzən hədislərdə var, deyir, zikirlər bəzi o
problemlər ki var, o problemlərin həllində çox təsirlidir. Görürsən, insan bəzi problemlərə düşəndə hədislərə müraciət edirsən, deyir, məsələn, filan problem üçün filan zikri, filan qədər oxu. Namazdan sonra Həzrət Zəhra zikri birinci 34 dəfədir, düzdür? İkincisi 33, o birisi 33. Niyə məsələn demir birincisi 35, niyə deyir 33? Rəqəm və zikir, bunlar ikisi bir-birinə bağlıdır. Rəqəmlə zikir, bəzi rəqəmlər zikri o rəqəmdə desən təsiri var. Ondan bir dənə az desən, bir dənə çox desən, o lazımlı təsir yoxdur. Demək, birinci məsələ, birinci hissə zikir, dil zikridir. Salavat da bir növ zikirdir. Salavat zikirdir. Dilin ən gözəl zikirlərindən biri salavatdır. Salavat nədir? Muhammed və Ali Muhammedin ailəsini yad edirsən. Bir dənə hədis oxuyuram, gözəl hədisdir, istifadə eləməli hədisdir. Hədis əziz Peyğəmbərimizdən nəql olur. Buyurur ki, mən sallə alə kulli yevmin thalathə mərrat və fi kulli leylin thalathə mərrat. Buyurur ki, hər kəs 3 dəfə səhər, 3 dəfə axşam salavat desə, hubbənli və şəvqən iləyyə, məni sevərək, mənə məhəbbət bağlayaraq, bu nisbətdə salavat desə, burası əcibdir, burası çox maraqlıdır. Peyğəmbərimizin hədisidir. Deyir, hər kəs səhər və axşam, 3 dənə səhər, 3 dənə axşam salavat desə, haqqən alallah, bu çox əcib və maraqlı sözdür. Deyir, haqqən alallah, deyir, Allah özünə vəzifə bilər. Allaha vəzifə olar. Nə? Haqqən alallah izzi və cəl ən yəğfirə ləhu zunubəhu tilkəl-ləylə və zəlikəl-yevm. Deyir, Allaha bir vəzifə olar həmin şəxsin gecə və günüzdəki günahlarını bağışlaya. Bir Allah özünə vəzifə bilər ki, onu bağışlaya. 3 dənə səhər salavat, 3 dənə axşam salavat yad eləyəsən. Əlbəttə, bunun təfsirləri də var, bunun açıqlaması da var. Bu bir sözdür, bəli, təsiri var. Digər hədislərə nəzər salanda görürük ki, buyururlar, deyir, əgər bir mühüm zikrin, bir mühüm istəyin, bir mühüm hacətin olsa, hacətinin əvvəlində bir dənə salavat de, bir dənə də hacətinin sonunda bir dənə salavat de. Deyir, nə cür ola bilər? Salavat qəbuldur da, Allah Teala onu tez qəbul edir, Peyğəmbərə salam deyirsən. Deyir, nə cür ola bilər? Əvvəli qəbul, axırı qəbul, ortası qəbul olmuyor. Ona görə deyir, əvvəlində salavatdır, axırında, sonunda salavatdır ki, orta duan qəbul olsun. Allah dualarımızı qəbul eləsin. Bir hədisdə oxuyuram Həzrəti İmam Sadiq əleyhissalamdan, buyurur, mən səllə alə Muhammedin və ali Muhammed əşrən sallallahu aleyhi və mələikətuhu mi'ətə mərrə. Deyir, hər bir kəs gündə 10 dəfə Peyğəmbər və ali Peyğəmbərə salavat deyə, Allah və onun mələkləri həmən şəxsə gündə 100 dəfə salam deyər. 100 dəfə salam deyər. Kimin hədisidir bu? Həzrət İmam Cəfər-ü Sadiq əleyhissalam. İndi 10 dənə salavat neçə dəqiqə vaxt aparar? Çox az. Gün ərzində nə qədər biz Peyğəmbərə salam salavat deyirik? Az. Amma bu hədislər bizi təşviq edir ki, Peyğəmbər və onun pak əhl-i beytinə çox salam deyin ki, Allah və mələklər sizə salam desin. İkinci məsələ zikirdə budur ki, nəfs zikri. Birinci dil zikridir,
İkincisi nəfs zikri. Zikrun nəfs el-cihad vel-ana. Buyurur ki, nəfsin zikri çalışmaq və çətinlikdir. Nəfsin zikri çalışmaq və çətinlikdir. İnsan çalışsa və çətinə düşsə, bu nəfsin zikridir. Gərək nəfs çətinliyə düşməlidir ki, özünü tapa. Nəfsin zikri nədir? Məsələn, deyir, bəzən biz deyirik ki, özünü buraxma, özünü ələ al. Yəni, bu özünü nə cür buraxır? Özünü bəzən unudur insan. Deyir, danışığına fikir ver, hərəkətinə fikir ver. O özü var, amma özünü buraxır. Deyir, nəfsin zikri budur ki, çətindir, sən özünə deyirsən, sən varsan, sən bu işi görmə. Sən buna baxma, sən bunu götürmə. Əql deyir, bunları eləmə, amma nəfs, bəzən insan özünü unudaraq, bəzi günahlara mürtəkib olur. İnnən nəfs ləəmmaratun bis-su. Bəzən insanın o tuğyan eləmiş nəfsi, insanı pisliyə doğru çəkir. O nəfs pisdir. Onunla gərək mübarizə eləyə insan. Özünü tapmasa, o öz nəfsinə acahlığı olmasa, onlar da mübarizə apara bilmir. Həzrət Yusuf əleyhissalam dəfələrlə demişik. Həzrət Yusuf əleyhissalam nəfsinin zikri var idi Həzrəti Yusufin. Nəfsinin zikri var idi ki, Züleyxanın əlindən özünü xilas elədi və yüksək məqamlara və dərəcələrə çatdı. Əgər nəfsinin zikri olmasaydı, o məqamlara çata bilməzdi. Əqil deyir, sənin şəxsiyyətin var, sənin mənliyin var, sənin insaniyyətliyin var, sən gərək bu işi görməyəsən. Nəfsini xatırladır. Bu nəfsin xatırlaması da bir növ zikirdir. Üçüncü növ ruhun zikridir. Hədislərdə buyurur, zikrur ruh el-xavf və-rəca. Buyurur ki, ruhun zikri ümid və qorxudur. Ümid və qorxu ruhun zikridir. Həm cazibə, həm dafiə. Görürsən, bu dünyada həm cazibə var, cəzb qüvvəsi var, həm dafiə var, dəf qüvvəsi var. Allah Teala bu yer kürəsini elə yaradıb ki, yer kürəsində normallıq var. Başqa qalaktikalarda o normallıq yoxdur, cəzb yoxdur. Allah Teala bütün insanın yaşayışını təmin edəcək hər nəyi bu aləmdə yaradıb, ona görə insanlar bu aləmdə, yer kürəsində toplanıblar. Yer kürəsi insan yaşayışı üçün ən gözəl məkandır. Hava, su, cazibə, dafiə. Cəzb mühümdür. Qorxu və ümid ikisi bir yerdə olmalıdır. İnsanın ümidi çox olsa, elə hər şeyə bu baxımdan baxsa ki, Allah Təbarək və Teala rəhim və kərimdir, hətta bağışlayar, özünə çətin tutma, o asanlıq onu tənbəl eləyər ki, insan günaha doğru getsin və bir tərəfli olar. Amma əgər insan o biri hissəsini çox eləyə, qorxu çox olar. Gecə qorxa, gündüz qorxa, Allahın adı gələndə əsim-əsiməsə, deyir, o da Allahın rəhmətindən insanı ümidsiz eləyər. Nə gərək Allahın rəhmətindən ümidsiz olaq, nə də gərək o qədər tuğyan eləyər ki, o günahları eləmiş olaq. Həzrəti İbrahim əleyhissalam Allahın göstərişinlə oğlu İsmaili gətirir, bir quru çölə buraxır anasıyla birlikdə. Orada nə bir yaşayış var, nə bir su var. Qədimdə insanlar yaşayışlarını suların kənarında düzənləyərlərmiş ki, oradan suda həyat var, su içsinlər. Məkkə, indiki şərafətli o məkan,
O Kəbə evi ki, insanlar milyonlar ora axın eləyir. İnsanlar civlərindən infaq eləyirlər Məkkəyə getməyə. Qədimdə ora quru bir çöl idi. Nə suyu var idi, nə yaşayışı var idi. Allahın göstərişindən Həzrəti İbrahim oğlu İsmaili və xanımı Hacəri ora buraxır. Orada dua eləyir, gedir. Uşaq bir müddət sonra susuzluyur. Bunu bilirsiniz. Başlayır, ağlayır, əyəklərini yerə döşür. Xanım Hacər əlacsız qalır. Qorxu və ümid içində dəli kimi başlayır, o tərəfə qaçır, bu tərəfə qaçır. Qorxur bundan ki, uşaq ölər. Ümidi var buna ki, Allah rızqı verər. Bu işdə hikmət var. Bir də yetişir, görür ki, Həzrəti İsmailin əyğinin altından su qaynayır. Neçə min ildir o bulaq qaynayır, zəmzəm suyu. Bu gün də var, şəfa suyudur. Milyonlar zəvvarlar o sudan təbərrük olaraq aparırlar. Qorxu və ümid zəvvarlara da deyirlər, ey həci, getdin həccə, səy deyirlər, Səfa və Mərva təpələrinin arasında 7 dəfə səy edirsən. Gedirsən, gəlirsən. Nə çox yavaş gedirsən, nə çox yürürsən. Yavaş və yürümək ortasında biraz hızlı hərəkət deyirlər. Orada insan gərək qorxu və ümid içində ola. Qorxu içində ola günahlarına. Ümid içində ola ki, Allah bu günahları bağışlayar. Ona görə qorxu və ümid çox mühüm məsələdir. Üçüncü qisim qəlbin zikridir, hədislərdə buyurur. Zikrul qəlb əs-sidqu və-s-safa. Qəlbin zikri odur ki, insanın qəlbindən kin, küdrət və hərislik olmasın. Paxıllıq, kin, küdrət olmasın. Sən qəlbini zikr eləsən, qəlbin səfalı olar. İnsanın qəlbi səfalı olsa, onu camalında özünü əks elətdirər. İnsan həmişə təbəssümlüdür. İnsan həmişə şaddır. İnsan aramdır. Diqqət eləyin, paxıl insan, həris insanın üzündə təbəssüm olmaz. Çünki o bir xəstəlikdir ki, insanın üzündən təbəssümü aparar. Hamıya baxır, əriyir, təbəssümü azalır. Filan kəs yaxşı gündədir, bu narahatdır. Filan kəsin pulu çoxdur, bu narahatdır. Filan kəsin malı, mülkü çoxdur, bu narahatdır. Filan kəs gözəl bir toy elədi, bu narahatdır. Nəyə narahatsan? Nəyə narahatsan? Biraz təbəssümün olsun. Birinə dedilər ki, səndə paxıllıq varmı? Dedi, var idi, aradan apardım. Dedilər, niyə? Nə cür? Dedi, baxdım ki, mənim sağlığıma ziyan vurur. Sağlığıma ziyan vuran bir şeyləri aradan apardım. O şadlıq lazımdır. İnsan həyatında şadlıq lazımdır. İnsan həyatında insan gərək şad ola. O qəmlər, qüssələr, kədərlər insanın şadlığını aradan aparır və insanı fiziksel olaraq insana zərbə vurur. İnsan xəstələnir, yorğan döşəyə düşür, ağrı tapır, acı tapır. Niyə? Nəyə görə? Şad ol, şad yaşa. Allah'a zikr elə, qəlbdən, dildən, ruhdan. Beşinci budur, zikru aql, aqlin zikri. Zikrul aql ət-ta'zim vəl-həya. Ağlın zikri həya və təzimdir. Allahın qarşısında təzim eləmək, bu təzim eləmək və həya ağlın zikridir. İnsan özünə deyir, sən ağlın var, sən gərək həyalı olasan. Sən gərək Allahın qarşısında təzim eləyəsən. Bu əqlin ən böyük zikridir. Əql deyir ki, insana istiqamət verir. Əql də istiqamət verir, nəfs də istiqamət verir.
Dedim ki, həm cazibə var, həm dafiə var, həm qorxu var, həm ümid var. Həm ağıl var, həm şəhvət var, istək var. Bu aləm ziddiyyətlərlə doludur. Ziddiyyətlərlə doludur. 4 dənə fəsil var. 4 fəsil bir-birindən ziddiyyət daşıyır. Düzdürmü? Biri soyuqdur, biri istidir. Biri ilıqdır, biri ondan fərqlidir. Bu ziddiyyətlər insanın ruhunu seyr elədir. Bəzi vaxt ziddiyyətin içində bir hikmət var. Elə deyil ki, ziddiyyət bütün mənfidir. Xeyr, bəzi ziddiyyətlərin içində müsbət də var. Ziddiyyətin hamısı pis deyil ki, insanın əqlinlə istəyi ziddiyyət daşıyır, bir-birinin qarşısında dayanır. Biri deyir, bura get, biri deyir, bura get. Sən qalıbsan 2 yol ayrığında. Bu tərəfə gedim, bu tərəfə gedim. Əqil deyir ki, həyan olsun, Allahın qarşısında təzim eləyəsən. Nəfs deyir ki, çox üzr istəyəm ifadəmə görə. Sən arsız ol, təzim zətdə lazım deyil. Heç kəsin dərdini də çəkmə. Elə özün üçün yaşa, nə deyirsən, o cürdə rəftar elə. Sənin üçün nə hesab var, nə kitab var, özün bilərsin. Bu ikisi gecə-gündüz insan aləmində nədir? Müharibə aparır. İnsan bəzən əqlini unudanda gedir o pis, səviyyəsiz işləri görür. Çünki əqlini unudub. Əql aradan gedib. 6. Mərifət zikri. Zikrul mərifət ət-təslim və rəza. Hədisdə buyurur, deyir ki, mərifət zikri Allaha təslim olmaq və Allahdan razı qalmaqdır. Buna deyirlər mərifət. Ola bilər insanın ibadəti ola, amma təslim və rizası olmuyor. Biz bundan çox üzləşirik. Həyat bizi o qədər sıxır, yaşayış bizi o qədər sıxır, problemlər bəzən o qədər bizə üz gətirir ki, biz təslim və razı olmaqda çətinlik çəkirik. Təslim nədir? İslam yəni təslim. Sən təslim oldun. Nədə təslim oldun? Hər şeydə. Allahın bütün qanunlarında təslim ol. Bəzən təslim oluram, bəzən təslim ola bilmirəm. Bəzən isə təslimimdə cilayəm və şikayətim var. Təslim olmuşam, amma təslimim içi minnətdən doludur. Nə cür təslimdir? Minnətli təslim kimə lazımdır? Minnətli yaxşılıq kimə lazımdır? Bəzən insan namaz qılır, Allaha bəndə olmağa çalışır, təslim olub da namaza. Amma 1000 dənə sözü var. Mən namaz qılıram, niyə bu gündəyim? Mən namaz qılıram, niyə xəstəyəm? Mən namaz qılıram, niyə kasibəm? Mən namaz qılıram, niyə beləyəm? Mən namaz qılıram, niyə eləyəm? Bu təslimin içində 1000 dənə cilayəsi var. Ona görə deyirlər, təslim və razılıq. Bu ikisi baravar olmalıdır. Təslim olasan və razı qalasan. Bu halına razı qalasan. Bu hala razı qalmadan təslim olsan, bu təslim mərifətsiz təslimdir. Deyir, mərifətin əsasını təşkil edən mərifət zikri odur ki, insan özündə bunu formalaşdırır ki, mən Allaha təslim olmalıyam, Allah Taala'nın qanunlarına təslim olmalıyam və bu təslimi də sevə-sevə eləməliyəm. Daha minnətdən yox, razılıqdan. Ona görə Həzrəti Əbu Abdullah Hüseyn can verəndə, biz can mı vermişik Allah yolunda? Biz qanımızı mı vermişik Allah yolunda? Yox, o da yuxarı bir məqamdır şəhadət. İmam Hüseyn ağa dedi, əməlində sübuta yetirdi Kərbalada. Dedi, İlahə, rizən bi qəzaik, təslimən li əmrik. Görürsən, riza, təslim. İkisi bir yerdədir. Allahım, sənin qədərinə razıyam, sənin əmrlərinə təsliməm. Təslim oldum əmrinə və bu təslimimin içində də razılığım var. Heç zərrə qədər şikayətim yoxdur.
Sən istəyirsən mən bu çöldə doğranam, canım da, malım da, qanım da sənə qurban olsun. Sən istəyirsən balalarım bura gələ, bismillah. Sən istəyirsən mənim evladlarım əsir düşə, qəm qüssə içində gedə, bismillah. Mən əsirgəmədim. Mən balalarımı gizlədib tək gəlmədim, mən ailəmlə gəldim. Ona görə də Aşura ziyarətində gözəl bir təbir, ibarət var. Deyir, ey mənim Allahım, mənim yaşayışımı və ölümümü Muhammed və Ali Muhammedin yaşayışı və ölümündən qərar ver. Bu yaşayışda və ölümdə hər ikisində əgər Peyğəmbər və Ali Peyğəmbərin iyi olsa, insan xoşbəxtdir. Həm bu dünyada, həm axirətdə. 7 budur ki, zikru sir ru'yatul liqa. 7-ci zikir budur ki, insan sirri zikr eləyə. İnsan sonu zikr eləyə. O Allaha qovuşmaq və təslimdir. Bu nədir? Bunu biraz açaq. Bunu biraz aydınlaşdıraq. Deyir, zikr-i nəhai həmin insanın qəlbindəki zikirdir, həmin daxili zikir. Əvvəl xutbədə qeyd eləmişdim. O insanın əməli zikri. Yəni insan bir yerə çata, bir yerə, sonda bir yerə yetişə ki, Allahı özünə 100%'lıq şahid və nazir bilə. Bunu bilsə günah eləməz daha. İnsanın günahlarının əsas səbəbi budur ki, insan bəzən unudur Allahın şahid və nazir olduğunu. Bir gün gəldilər Əli əleyhissalamın xidmətinə. Dedilər ki, ey əmir-əl-möminin, sən Allahı görübsənmi? Əmir-əl-möminin nə buyurur? Buyurur ki, ləm a'bud rabben ləm ərah. Buyurur, görmədiyiniz Allaha ibadət eləməyin. Deyir, görmədiniz Allaha ibadət eləməyin. İndi bunu Vəhhabilər deyir, Əli əleyhissalam özü deyir də, deyir Allah, onlar deyir, axı deyirlər Allahı biz görəcəyik. Bunlar bədbəxtlər bu görməyi, rüyəti nəzərdən qarışdırırlar. Allah fiziki bir maddi deyil ki, biz onu bu məhdud gözümüzdən görək. Deyir ki, Allahı qəlbində gecə və gündüz diri biləsən. Söhbət bundan gedir. Deyir, mən heç vaxt görmədim Allaha ibadət eləmərəm və tövsiyə edilir, siz də görmədiniz Allaha ibadət eləməyin. Yəni Allahı görün, harada görün mən səni ilahi? Deyir, sən gecədə, günüzdə, aşkarda, xəlvətdə, günahda, hər nədə Allahı görəsən. Nə cür görəsən? Yadına düşəcək Allah var və səni görür. Nə cür görürsən? Bəzi insanların, günahkarların zindanda kameralarına kamera quraşdırırlar. Və onlar da bir həddə çatıb ki, onların gərək ki, onlar nəzarət altında ola. Elə istəyir bir hərəkət edir, kamera baxır, çəkir. İstəyir bir tərəfə baxar, görür kontrol altındadır. Da artıq əksi işlər görə bilmir. Orada kamera onu çəkir. Deyir, sən təsəvvür elə ki, Allah Taala səni görür. Allah görən və eşidən və biləndir. Amma biz onu bəzən dərk eləmirik. O biz birinci sinifdə olanda bir dənə dastanlar verirdilər, ədəbiyyatda oxuyurduq. Deyir, bir dəfə müəllim deyir ki, hərəniz bir dənə xoruz kəsin, gətirin ki, onu Allah görməsin. Deyir, tələbələr hərəsi səhəri bir dənə xoruz gətdilər. Müəllim soruşdu, dedi, sən harada kəsdin? Dedi, damın altında kəsdim, Allah görmədi. O birisində dedi, sən harada kəsdin? Dedi, ağacın altında kəsdim, Allah görmədi. Birinə yetişdilər, sən niyə əli boş gəlibsən? Dedi, mən kəsənmədim. Dedilər, niyə? Dedi, çünki hara girdim, hiss elədim ki, Allah məni görür. Badvala girdim, dedi, bu görür. Ağacın altına getdim, görür. Dama girdim, görür. Hər yerə girdimsə, o məni görür. Allah Taala Quran-ı Kərimdə buyurur ki, mən sizə şah damarınızdan yaxınam. Şah damarın, sən hardasan oradadır. Allah Taala da sən hardasan oradadır. Bu mənada
Ona görə deyir, bu son budur ki, insan Allahı şahid və nazir bilə. Yetər. Şahid və nazir bildin, həm düz insansan, həm əməlin düzdür, həm Allahın ən sevdiği bəndəsisən. Allah Teala bizi daimən zikr əhlindən qərar versin. Allah Təbarək və Teala bu müvəqqəti dünyadan əbədi həyata çatanda üzümüzü ağ eləsin inşallah. Allah Teala cüməmizi mübarək, aqibətimizi xeyirli qılsın. Allah Təbarək və Teala öz dediklərimizə özümüz əməl eləməkdə Allah bizə tövfiqat nəsib eləsin. Bu dediklərimin hamısını özümə həsr eləyirəm, özümə aid eləyirəm. Bəzən belə düşünməyək ki, məsələn, mən bir yerə çatmışam ki, yuxarıdan aşağı tövsiyə yox. Vallahi, biz hamımız birik. Mən sadəcə bəzi hədislər, bəzi ayələri oxuyuram ki, İlahi, buna tövfiqat ver, özüm buna əməl edeyim. Özüm səni həmişə şahid və nazir bilim və özümlə birlikdə əziz dostlarım da, əziz inanclı bazı qardaşlarım da səni özünə şahid və nazir bilsin. Pərverdigar-ı aləm, İmam Zaman əleyhissalamın zuhurunu təhzil elə. Pərverdigar-ı aləm, dünyadan köçənlərimizin ruhunu şad elə. Pərverdigar-ı aləm, xəstələrə şifa acil inayət elə. Günahlarımız əff olsun, aqibətimiz xeyirli olsun, tövbəmiz müstəcab olsun. Salavat xətmili Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus-samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sallu alə Muhammed və ali Muhammed.